Salam, Evet Çınarda sizləri xoş gördük. Bu gün əslində mövzu barəsində video çəkmək istəyirdim. Forex-in əsasları və onun alt mövzuları barəsində video çəkmək istəyirdim. Lakin dedim bir kripto bazara baxım, görüm orada vəziyyət necədir və Bitcoin USDT-yə nisbətinə baxdım. Və burada belə bir mənzərə ilə qarşılaşdım və istədim dərhal sizinlə bu mənzərəni bölüşüm. Təbii olaraq bu mənim öz fikrimdir. Heç bir halda yatırım fikri deyil. Sadəcə tövsiyə olaraq və məlumat xarakterli bir video paylaşmaq istədim sizinlə. Deməli, burada mənim gördüyüm nədir? Qrafik açmışam və görən kimi istədim sizinlə paylaşım. Əgər bura bax, hal-hazırdakı zonasına baxsaq Bitcoin-in 114.219, 230, 240 min civarında hərəkət eləyir. Və hal-hazırda olduğu nöqtəyə Fibonacci ilə baxsaq, görərik ki, burada əgər bu çöküş kripto bazarının ümumiyyətlə bu çöküş hesab olunur. Yəni mən onu çöküş kimi düz götürmürəm. Həmin bu şamı nəzərdə tuturam. Və buradan görərik ki, həmin Fibonacci-nin 61.8 və 0.5 belə deyək, zonalarından təpki götürüb. Mən onları belə yaşıl xətlə qeyd etmişəm. Mənim üçün əsas zonalar onlar hesab olunur. Və düşünürəm ki, əgər buradan təpki götürsə və təpki götürsə, gedə biləcəyi nöqtə 161.8-dir. Başlayaq qrafikə. Və gedə biləcəyi nöqtə 161.8 civarıdır. Və bu sol tərəfə baxsaq, qrafikin sol tərəfinə baxsaq, görək ki, bizim burada təsdiq olmamış boş belə deyək, xanamız var və həmin boşluq bizim 161.8-dən üst-üstə düşür. Və eyni ilə mən burada çiyin formasyonunu da görəm və baxsaq, əgər bu formasyona buranı belə deyək, sol çiyin və buranı baş götürsək və buranı da belə deyək, çiyin götürüb aşağı çəksək, belə bir mənzərəni mən gördüm. Ona görə də dərhal fikirləşdim ki, sizinlə paylaşardım. Təbii olaraq formasyonlar o kitablarda və nəzəriyyədə olduğu kimi ideal deyil. Yəni, ideal olan məsələ o idealda başqa cürdür. Və bura baxsaq, bir dəqiqə bu zonanı qeyd edeyim. Zonaya baxsaq buradan və təpədən çox vaxt işarə olunan məsələ buradan bu nə qədər təpə ilə çiyin arasında məsafə varsa, o həmin məsafə arasında düşmə ehtimalı olduğunu nəzərə alsaq və görərik ki, yenə də üst-üstə düşür. Təbii olaraq bu mənim görə biləcəyim bir analizdir, texniki analizdir və bunu görüb sizinlə dərhal paylaşmaq istədim. Təxminən düşə biləcəyi ehtimal olunan hissə 89-90 min, 88 min arasıdır. Əgər ki, təpəni belə deyək, təpəmiz 125.920-126 mində belə təxmin desək, o hissəni qırmasa, düşünürəm ki, Bitcoin 88.000-90 min civarını görmə ehtimalı var. Təbii olaraq yenə təkrarlayıram, bu yatırım tövsiyəsi deyil. Sadəcə olaraq bunu gördüm və öz fikrimi sizinlə paylaşmaq istədim. Belə, evet, Çınar izləyiciləri, qısa olaraq Bitcoin-in hərəkət istiqamətinin təxminən, yəni öz fikrimdir, yəni yatırım fikrim deyil təbii olaraq, bölüşmək istədim sizinlə. Qrafik olaraq istəyir kripto bazarı olsun, istəyir Forex bazarı olsun, demək olar ki, eynidir. Forex bazarında da belə deyək, belə texniki analizləri paylaşacağım gələcəkdə. Sadəcə indi daha çox mövzulara üstünlük vermişəm. Nəyə görə? Ona görə ki, fikirləşirəm ki, mövzular barəsində danışmaq hələ ki daha yaxşıdır və
eyni ilə mövzulara başladıqca düzdür, zaman olaraq bəlkə də belə tez başlamadım belə videolar çəkməyə, amma indi yəni başlamışıq. Allah xeyirli eləsin. Və bu analizi sizlə paylaşdım. Siz də öz fikirlərinizi kommentlərə yaza bilərsiniz, komment yaza bilərsiniz və bölüşə bilərsiniz. Əlbəttə ki, hər bir strategiya və yaxud elədiyin analiz %100 doğru olmaya da bilər. Bu mənim gördüyüm və ehtimal elədiyim belə deyək analizdir, texniki analizdir və onu da sizlə bölüşmək istədim. Bu qədər. Hər kəsə uğurlar. Allah amanda. Növbəti videolarda görüşərik.